Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 1-ci hissə səhifə 106, 107 və 108-in çalışma həllərinə baxacaq. Birinci çalışmada düzbucaqlı koordinat sisteminə təsvir olunan nöqtələrin koordinatlarını müəyyən etməmizi istəyir. A-nın koordinatının özü verib, biz digərlərinin koordinatlarını tapacaq. Birinci həmişə yadınızda saxlayın ki, məsələn, o nöqtəsi yazırıq. Birinci həmişə x-in koordinatı yazılır, sonra ikinci y-in koordinatı yazılır. X-in burada da apsisi oxudu, y isə ordinat oxudu. B-yə baxırıq. B nöqtəsi buradadır. Bunun aşağı sürüşdürsək, x-ı 1-dir, y isə 4-dür. 1, 4 olacaq. C-nin koordinatı. C nöqtəsi tapırıq ki, burada yerləşir və bu nöqtə y-oxun üzərindədir. Yəni, bunun x-i yoxdur. Y-oxun üzərində yerləşir, deməli x-i yoxdur. X-i 0-dır, y-nin isə koordinatı burada 3-dür. D nöqtəsi buradadır. Aşağı sürüşdürsək gəlir 4-ün üzərinə düşür. X-imiz 4-dür. Bunu buradan sürüşdürsək gəlir 2-nin üstünə düşür. Olacaq koordinatımız 4, 2. X-i 4-dür, y-i 2-dir. E nöqtəsini yazaq. E nöqtəsi burada yerləşir və burada bunun x-i -4-dür. Baxın, nöqtəyinə getirsək, sürüşdürsək -4. Y isə sürüşdüyəndə görür ki, -2-nin üstünə düşür. -4, -2. F nöqtəsini yazaq. F nöqtəsi buradadır. Yuxarı sürüşdürsək x-i tapsaq -3. Bura sürüşdürsək görəcək ki, -4-ə düşür. -3, -4. Sonra C nöqtəsini də yazaq. C nöqtəsinin koordinatı. C nöqtəmiz C nöqtəsi burada yoxdur. Bu qeyd olunan müstəvidə yoxdur. Keçək H nöqtəsini tapaq. Buradan yuxarı sürüşdürsək x-imiz 2, bu tərəfə sürüşdürsək y-imiz 3, sola sürüşdürsək y-imiz 3. Uyğun gəlir 2, daha doğrusu -3. 2 -3-ə. N nöqtəsi buradadır. Yuxarı sürüşdürsək 4, x-imiz 4 olur. Sola tərəf sürüşdürsək -2-nin üstünə düşür. Oldu 4 -2. K nöqtəsi buradadır. Yuxarı sürüşdürsək x-imiz 3, sola doğru sürüşdürsək y-imiz -4. 3 -4 oldu. M nöqtəsi buradadır və bu apsisinin üzərindədir, x-in üzərindədir. Ordinatı deməli yoxdur. Olacaq -1, 0. N nöqtəsi buradadır. Bu nöqtədə yenə də deməli apsisin üzərindədir, 5-dir apsisi, amma y-ın nöqtəsi yoxdur. Apsisin üzərinə düşdüyünə görə y-imiz olacaq 0. 5, 0 və sonuncu T nöqtəsinə baxaq. T nöqtəsi də burada yerləşir və bu da apsisi yoxdur bunun. Yəni x-i yoxdur, amma ordinat oxunun üzərində yerləşir və ordinat oxunun koordinatı -5-dir. Deməli, olacaq 0, -5. Deməli, bir dənə C nöqtəsi burada yazılıb, amma C nöqtəsi müstəvidə olmadığına görə onu biz yaza bilməyəcəyik, onu ötürürük. Keçək ikinci çalışmaya. Suallara cavab verin. Hansı nöqtələrin koordinatları düzgün yazılmayıb, səhvləri düzəldin. Buradan biz özümüz koordinatları seçib yazırıq. A nöqtəsini yazaq. A-nın x-i -2-dir, y-i 1-dir. -2, 1. Və burada da bizə -2, 1 verib, deməli A doğrudur. B nöqtəsini buradan seçək. B nöqtəsi harada yerləşir? Burada yerləşir. Bunun x-i -3-dür, y-i isə 4-dür. -3, 4. Burada nə verib bizə? 4 -3 verib. Deməli, bizə verilən cavab burada səhvdir. Mən bura doğruları yazıram. Deməli, səhvin də yanına yazım ki, B 4 -3 verilmişdir. Bax, bu səhvdir. Bizim doğrumuz buydu. C nöqtəsini tapaq buradan. C nöqtəmiz x-i yoxdur burada, amma y-i 2-dir. Deməli, x-imiz yoxdur, 0, 2. Bu da səhv verilib. Bizə verilən C nə verilmişdi? Bizə 2, 0 verilmişdi. Amma doğrusu budur. Bu səhvdir. D nöqtəsi. Mən buradan doğruları yazıram. Bir təkrarlayıram. Mən buradan doğrularını yazıram. D-nin koordinatına baxaq. Apsis üzərindədir. Apsisi 4-dür, y-i yoxdur. 4, 0. Deməli, bu da səhv verilmişdi. Bizə verilən səhv D, 5, 0 idi. Bu səhvdir.
E nöqtəsini də yazaq. E nöqtəmiz burada yerləşir. Apsisi yoxdur, ordinatı isə -3-dür, çünki ordinat oxu üzərində yerləşir. 0, -3. Bu da səhvdir. Bizə nə verilib? Bizə verilmişdi E -3, 0. Yəni bu səhv verilmişdi. Bunlar doğrulardır. Sonuncu F nöqtəsini də yoxlayaq. F nöqtəsi yuxarı sürüşdürsəm x-in üzərinə düşür 4. Sola doğru sürüşdürsəm x üzərinə düşür -4. 4 -4. Bizə burada nə verilib? Elə 4 -4 verilib. Bu doğrudur. Deməli, verilən içərisində mən buradan sol tərəfdə ancaq düzlərini yazdım. Nöqtələrin öz koordinatlarını yazmışam. Verilən nöqtələrin içərisində bir dənə A nöqtəsi doğru verilmişdi. Bir də F nöqtəsi doğru verilmişdi. Qalan B, C, D, E nöqtələri yanlış verilmişdilər. Doğrularını isə mən buradan qeyd etdim. Keçək B bəndinə. Bu A bəndi idi. B bəndinə keçək. B bəndi nədir? Hansı nöqtələr apsis oxu üzərində yerləşir? Onların koordinatını yazın. Apsis oxumuz x oxudur. Bunun üzərində yerləşənlər hansılardır? D nöqtəsidir, bir də L nöqtəsidir. Həmin o D nöqtəsi ilə L nöqtəsinin koordinatını yazaq. D-nin koordinatı 4-dür, 0-dır, çünki ordinatı, yəni y yoxdur. Bir də L-indəki koordinatı -4-dür, 0-dır. -4, 0. Keçək C bəndinə. C bəndi deyir, hansı nöqtələr ordinat oxu üzərində yerləşir? Onların koordinatını yazın. Ordinat oxu y oxudur. Y oxu üzərində yerləşən nöqtələr C nöqtəsidir, bir də E nöqtəsidir. C nöqtəsinin koordinatı 0,2-dir, çünki x-i yoxdur. Y-i 0-dır. E nöqtəsinin isə koordinatı 0, -3, yəni x-i yoxdur, amma y isə -3-dür. Ox olaraq da deyə bilərsiniz. Məsələn, apsis oxu ordinat oxu və yaxud da x oxu y oxu formasında da deyə bilərsiniz. Keçək 2-nin digər bəndlərinə. 2-nin ABC-sini yazdıq D bəndində. İkinci rübdə hansı nöqtələr yerləşər? Saat əqrəbi əksi istiqamətinə gedir rüblər. Bura birinci rübdür. Bir də qeyd edeyim. Bura birinci rüb, bura ikinci rüb, bura üçüncü rüb, bura isə dördüncü rübdür. Mövzu izahlarına baxmaq istəyirsinizsə, onun üçün kanalda kurslar bölməsinə daxil olub mövzu izahlarını da öyrənib baxa bilərsiniz. Yəni orada ətraflı izah edirəm. İndi D bəndində ikinci rüb düşdü bura. İkinci rübdə yerləşən nöqtələr hansıdır? B nöqtəsidir, bir də A nöqtəsidir. A nöqtəsinin koordinatını yazaq. A nöqtəsinin apsisi -2-dir, y isə 1-dir. -2, 1. B nöqtəsinin də koordinatını yazaq. B-nin koordinatı -3, ordinatı isə 4-dür. Yəni x-i -3-dür, y isə 4-dür. L nöqtəsini götürmürük, çünki L nöqtəsi rübdə yerləşmir. L nöqtəsi yerləşir x oxunun üzərində. Keçək indi E bəndinə. A, H, F və P nöqtələri hansı rüblərdə yerləşir? A-nın koordinatı -2, 1-dir. Bunu bayaq yazdıq D bəndində. Bu düşür ikinci rüb. İkinci rüb. H-nın koordinatını yazaq. H-nın koordinatı. H nöqtəsi buradaydı. Bunun apsisi 2-dir, ordinatı isə 4-dür. 2, 4 nöqtəsidir və görürük ki, birinci rübdə yerləşir. F-in koordinatını yazaq. F yerləşir burada. Bunun apsisi 4-dür, ordinatı isə -4-dür. 4, -4. Bu yerləşir 4-cü rübdə. Bura rübləri qeyd etmişəm. Və P-nin koordinatı, P burada yerləşir. 3-cü rübdür, apsisi -4-dür, ordinatı isə -3-dür. -4, -3. Bu da yerləşdi 3-cü rübdə. Da 2-nin E bəndinin cavabları. Keçək 3-cü çalışmaya. 3-cü çalışmada koordinatları verilmiş nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin və hansı rübdə yerləşdiyini müəyyən edin. B 2, 5-dir və mən elə burada B-ni qeyd edəcəm. B-imizin apsisi 2-dir, ordinatı isə 5-dir. 5 və 2-ni qırıq-qırıq xəttlərlə birləşdirirəm. B nöqtəmiz düşdü bura. Bu da neçənci rübdür? Birinci rüb. C nöqtəsi. -1, -2. İkisi də mənfi. Apsisimiz -1 buradadır. Ordinatımız -2 buradadır. Bunları birləşdirsək nöqtə düşür bura. Bura oldu C nöqtəsi. Bu da rüblər bu formada gedir. 1, 2, 3 və 4-cü rüb. Bura 3-cü rübdür.
D nöqtəsini -5, -1. D nöqtəsi də düşəcək yenə də 3-cü rübə. X-ımız -5, Y-ımız -1. Bax, nöqtə. Bunları qırıq xətlərlə birləşdirsə düşür bura. Bura oldu D nöqtəsi. Deməli, bu da oldu 3-cü rübdə. Sonra E nöqtəsini tapaq. E nöqtəsi 4, -4. X-ımız 4'dür, müsbət 4. Y-ımız -4'dür. 4'ü buradan götürürəm, -4'ü buradan götürürəm. Qırıq-qırıq xətlərlə birləşdirirəm, düşür bura. Bura oldu E nöqtəsi. Burada 4-cü rübdür. 4-cü rüb. F nöqtəsini qeyd eləyək. F nöqtəsi 3 -5'dir. X-ımız 3'dür, Y-ımız -5'dir. Gəlir, düşür bura. X-ımız 3, Y-ımız -5. Düşdü bura F nöqtəsi. Bu da olur. Yenə 4-cü rüb. Deməli 3 -5 yerləşir 4-cü rübdə. Sonuncu C nöqtəmiz -1, -4. Bu da 3-cü rübdə yerləşəcək. Çünki ikisi də mənfidir. Nöqtəmizi burada qeyd eləyək. -1, -4. X-in -1'i burada, Y-in -4'ü burada. Bunu qırıq-qırıq xətlərlə birləşdirsək, nöqtə düşəcək bura. Burada oldu C nöqtəsi. Koordinatların daha üstünə yazmadım. Koordinatlar artıq bizə verilir. Burada da qeyd etdim. Sadəcə müstəvidə nöqtələri qeyd etdim. Siz məsələn yanına koordinat yazmaq istəsəniz, məsələn B-nin koordinatı 2, 5-dirsə, B, 2, nöqtə virgül, 5 bu formada da dəftərinizə yaza bilərsiniz. Amma dediyim kimi heç bir fərqi yoxdur. Keçək 4-cü çalışmaya. Tapşırığı yerinə yetirin. Düzbucaqlı koordinat sisteminə göstərilən nöqtələrin koordinatlarını müəyyən edin. A bəndində. Yəni burada nə qədər nöqtə varsa, hamısının koordinatını yazmaq lazımdır. Əvvəl 4-ün A bəndini həll eləyək. Başlayaq A nöqtəsi ilə. A nöqtəsinin X-i -10'a uyğun gəlir, Y-i isə buradan 10, 20, 5 artır da. Burada 25'e uyğun gəlir. -10, -10, 25. Keçək B nöqtəsinə. B nöqtəsi buradadır. -10 və müsbət 10'a uyğun gəlir. C nöqtəsi. -20 burada 5'e uyğun gəlir. Çünki həm sağ, həm sol, həm aşağı yuxarı 5 artır. -25. Sonra keçdik D nöqtəsinə. D nöqtəsi bura uyğun gəlir. Bura 5'dir. Bura isə 15'dir. 5, 15. Çaşmamaq üçün uşaqlar üstünə məsələn belə 5, nə bilim burada da 5, aşağı -5, bura -5 bu formada yaza bilərsiniz ki 5 artdığını görəsiniz. Amma yenə deyirəm yazmamış da təyin edə bilərik. Keçək E nöqtəsinə. E nöqtəsi görək burada yerləşir. 5 və burada -5. X-ımız 5'dir, Y-ımız isə X-ımız 5'dir, Y-ımız -10'dur daha doğrusu. -10. Sonra R nöqtəsi. R nöqtəsi buradadır. X-ımız 10'dur, Y-ımız isə bura -10'dursa bir vahid, bir dama sürüşüb -15 olacaq. 10, -15. Sonra H nöqtəsi. Buradadır H nöqtəsi 5 və burada 5. 5'e uyğun gəlir. 5, daha doğrusu -5'e. Çünki sol tərəfdə x-lar mənfi qiymətlər alır. Sonra M nöqtəsi 20, buradan isə 10'a uyğun gəlir. 20, 10. O nöqtəsi. O nöqtəsi burada yerləşir. 0, 0. Yəni qırmızı harda nöqtələr görürəmsə hamısını təyin edirəm. 9 ədəd nöqtə verilib, qırmızı nöqtə və biz də 9 ədəd koordinat yazdıq. Bu oldu A bəndinin cavabı. Keçək B bəndinə. Verilən koordinatlara uyğun nöqtələri yazmaqla alınan sözü oxuyun. B bəndində belə bir şərt verib bizə. B bəndində 10, -15. 10, -15. 10, -15 nəyə uyğun gəlirdi burada? R hərfinə uyğun gəlirdi. Buraya yazıram R. Sonra verib 0, 0.
0, 0 O'ya uyğun gəlir. Buraya yazıram O. Sonra 20, 10 verib. 20, 10. 20, 10 M'ya uyğun gəlir. Buraya yazıram M. Və mənfi 10, 10 verib. Mənfi 10, 10-da baxıram nəyə uyğun gəlir? B-yə uyğun gəlir. Burada yazıram B. Hər bir nöqtəyə uyğun olan hərfi onun yuxarısından qeyd elədim. Baxın, R, O, M, B. Deməli, alınan söz hansı sözdür? Romb sözüymüş. Keçək indi 4-cü C bəndinə. 4-cü C bəndində bizə deyir ki, hansı iki nöqtə apsis oxuna paralel düz xətt üzərində yerləşir? Apsis oxu X oxudur. X oxuna paralel düz xəttlər üzərində yerləşən. Bax, biri budur. Bu nöqtəni çəksəm, bu düz xətti çəksəm, görürsünüz. 2 dənə burada nöqtə var ki, onlar ikisi də apsis oxuna paralel düz xəttin üstünə yerləşir. B və M-dir. 4-cü C bəndində cavab B və M nöqtəsi. Və buradan da çəksəm, bu da paralel düz xəttdir. Və bu düz xəttin də üzərində hansı nöqtələr yerləşir? C və H nöqtəsi. C və H nöqtəsi apsis oxuna paralel olan düz xəttlərin üstündə yerləşir. D bəndinə də baxaq. Hansı iki nöqtə ordinat oxuna paralel düz xətt üzərində yerləşir? Ordinat oxu bu oxdur və bu oxa paralel olan xətt, bax, biri budur. Bunun üstündə 2 dənə nöqtə yerləşir. Hansı nöqtələrdə olar? A və B. Deməli, D bəndində birini tapdıq. A və B nöqtələri. Görək, ikincisi varmı? Buradan bir dənə yerləşir. Buradan bir dənə. Buradan da bir dənə. Bax, buradan da 2 dənə nöqtə yerləşir. Bunu da çəksək. Bu düz xətti də çəksək. Y oxuna paraleldir və bunun üstündə 2 dənə nöqtə yerləşir. D və E nöqtəsi. Bunu da yazırıq. D və E. Bu da D bəndinin cavabı. 5-ci çalışmaya keçək. 5-ci çalışmada deyir ki, verilən nöqtələrdən hansı birinci, ikinci, üçüncü, dördüncü rübdə yerləşir? Bu nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Gəlin biz bunu düzbucaqlı koordinat sistemində qeyd edək, sonra rübləri təyin edək ki, işimiz daha asan olsun. 5-ci çalışmada düzbucaqlı koordinat sistemini çəkirik və verilən nöqtələri qeyd edib sonra rübləri təyin edəcəyik. Ki, hansı rübdə yerləşir? Bu Y oxu, bu isə X oxu. A-mızın koordinatı mənfi 2, 1-dir. Mənfi 2 sol tərəfdən X-a uyğun gəlir, 1 isə buradan Y uyğun gəlir. Nöqtəmiz oldu burada. Deməli, A bəndi birinci rüb, B bəndi ikinci rüb, C bəndi üçüncü rüb, D bəndi isə dördüncü rüb. Bu formada qeyd eləyək. A nöqtəsi neçənci rübə düşdü? Bax, bura təkrarlayıram yenə. Bura birinci rübdür, bura ikinci rübdür, bura üçüncü rübdür, bura isə dördüncü rübdür. A nöqtəsi düşdü ikinci rübə. Deməli, A bəndinin cavabı, daha doğrusu B bəndinin cavabı ikinci rübdə yerləşməsinin nöqtələrindən biri oldu A nöqtəsi. Mənfi 2, 1. Daha sonra verib bizə B, 5, 2. 5, buradan ayıracağım. 1, 2, 3, 4, 5, 5, 2. 2 də buradandır. Birləşdirsəm, bura B nöqtəsi. B nöqtəsi oldu birinci rübdə. Buraya yazıram B, 5, 2. 5, 2. Sonra C nöqtəsi 5, mənfi 1. X-ımız 5-dir, Y-ımız mənfi 1-dir. Gəlir, düşür bura. C nöqtəsi hansı rübə düşdü? Dördüncü rübə. Dördüncü rübün də cavabı D bəndindədir. Deməli, C-ni bura qeyd edirəm. 5, mənfi 1. Sonra D nöqtəsi mənfi 3, 5. Mənfi 3 buradadır. 5 isə yuxarıda. 3, 4, 5. Bunları qırıq-qırıq xəttlərlə birləşdirəndə D düşür bura. D hansı rübə aid oldu? İkinci rübə aid oldu. Deməli, A-nın yanına yazmalıyım. Yazıram mənfi 3 və 5 nöqtəsi. Sonra E nöqtəsi mənfi 1, 2. X-ımız mənfi 1, Y-ımız 2. Mənfi 1 burada, 2 burada. Nöqtə oldu burada. Bu da hansı rübdə yerləşir? Yenə ikinci rübdə yerləşir. Deməli, bura yazmalıyam. İkinci rübün cavabını yazmalıyam. Mənfi 1, 2. Sonra F nöqtəsi 2, mənfi 2. X-ımız 2-dir. Y-ımız isə mənfi 2-dir. Nöqtə yerləşdi. Burada F nöqtəsi bu hansı rübə uyğun gəlir? Dördüncü rübə. Deməli, burada yazmalıyam cavabını.
Dördüncü rübdə yazıram. F 2 mənfi 2. Sonra C nöqtəsi var. Mənfi 5 və mənfi 1. X-ımız mənfi 5-dir. 4 bura, 5 bura. Mənfi 5 bura, mənfi 1 də buradadır. Birləşdirsən nöqtə düşür bura. Bu da hansıdır? C nöqtəsi. C nöqtəsində hansı rübə düşür? Üçüncü rübdür. Burada üçüncü rüb qeyd etmişəm. Deməli, C-ni bura yazmalıyam. C bəndinə yazmalıyam. Mənfi 5, mənfi 1. Bir dənə qaldı H nöqtəsi. H nöqtəsi 1 mənfi 3. X-ımız 1-dir, Y-ımız mənfi 3-dür. Mənfi 3 buradadır, 1 də buradadır. Gəlir düşür bura. Bu da oldu H nöqtəsi. H nöqtəsi dördüncü rübdədir. Deməli, D bəndinə yazmalıyam onu. 1, mənfi 3. Bir də təkrarlayıram. A bəndi birinci rübdə yerləşən nöqtələrdir. B bəndi ikinci rübdə, C bəndi üçüncü rübdə, D bəndi isə dördüncü rübdə yerləşən nöqtələrdir. Bizə deyilən şərtə uyğun hər bir bəndə aid olan nöqtələri qeyd etdik. Keçək digər çalışmaya. 6-cı çalışmada düzbucaqlı koordinat sistemində verilmiş nöqtələri qeyd edin. Bu nöqtələrdən keçən düz xətt çəkin və koordinat oxları ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. 6-cı çalışma A bəndində. A bəndində bizim nöqtələrimiz A-nın koordinatı 2, 4-dür. Bura Y oxu, burada X oxu. 1, 2, 2, 4. 1, 2, 3, 4. A nöqtəsi düşdü bura. B nöqtəsi isə mənfi 3, mənfi 6. X-ımız mənfi 3. Y-ımız mənfi 6. 1, 2, 3, 4, 5, 6, mənfi 6. Nöqtəmiz oldu burada. İndi biz bu nöqtələri xəttkeş vasitəsilə birləşdirməliyik ki, səhvə yol verməyək. Siz də həmçinin xəttkeş vasitəsilə birləşdirəcəksiniz. Bu iki nöqtəni birləşdirsək, baxın, nöqtələrin kəsişməsi görün hara düşdü? 0 nöqtəsinə, yəni koordinat başlanğıcına düşdü. Deməli, buna yazırıq ki, koordinat oxları ilə kəsişməsi, koordinat oxları ilə kəsişmə nöqtəsi olacaq o 0, 0 nöqtəsi. Çünki bax, buradan kəsir. Bunların kəsişmə nöqtəsi burada alındı. Keçək indi 6-nın B bəndinə baxaq. 6-nın B bəndi. Bizə verilən yenə nöqtələrə uyğun olaraq koordinat müstəvisində qeyd edəcəyik həmin nöqtələri. Y oxumuzda, X oxumuzda. A mənfi 4, mənfi 1. X-ımız mənfi 4-dür. Y-ımız isə mənfi 1-dir. Nöqtəmiz düşdü bura. B isə 2, 5-dir. 1, 2, 2, 5. 1, 2, 3, 4, 5. Nöqtəmiz düşdü bura. İndi biz bu iki nöqtəni xəttkeş vasitəsilə birləşdirək və koordinat oxları ilə kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Birləşdirdikdə baxın, kəsişmənin biri bura düşür, digəri isə bura düşür. Deməli, yazıram ki, OX ilə kəsişmə nöqtəsi. X oxu buradadır. Bax, burada kəsişmə nöqtəsi hara düşdü? Bura mənfi 3-dür də, mənfi 3, 0. O, Y ilə kəsişmə nöqtəsi. Bu isə bura düşdü. Bura hansına uyğun gəlir? Bura 3-dür. 3 nöqtəsidir, amma apsimiz 0-dır. Deməli, olacaq nöqtə 0, 3 nöqtəsi. O X ilə kəsişmə nöqtəsi oldu mənfi 3, 0. O Y ilə isə kəsişmə nöqtəsi oldu 0, 3. Keçək indi 6-nın C bəndinə uyğun da nöqtələri qeyd eləyək. Y oxu, X oxu. A-nın koordinatı mənfi 2, 2-dir. Mənfi 2 sol tərəfdə. Y buradan. Nöqtəmiz oldu bu formada A. B nöqtəsi 4, 1. X-ımızın üzərində 4-ü tapıram. Y-ımızda mənfi 1. Nöqtəmiz oldu belə. Və bunları xəttkeş vasitəsilə birləşdirək. Xəttkeşlə birləşdirdikdə görəcəyik ki, hansı nöqtələrlə kəsişir. Baxın, o X oxunu burada kəsdi. O X ilə kəsişmə nöqtəsi. Burada kəsdi və burada da X-in koordinatı 2-dir.
2, 0 nöqtəsi yəni. O y ilə kəsişmə nöqtəsi. O da buradadır. Bax, y oxunu da burada kəsib. Burada da y-in koordinatı -1-ə bərabərdir. Deməli olur 0, -1. Çünki x-in yoxdur axı. X burada olmur. Çünki ordinat oxunun üzərində yerləşir. Həmçinin burada da y olmur. Çünki apsis oxunun üzərində yerləşir. Bu da C bəndinin cavabı. Keçək 7-ci çalışmaya. Verilən nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. AB və CD parçalarını çəkin. Kəsişmə öhdəsini K ilə işarə edin və koordinatı tapın. Hər bir bənd üçün bunu ayrı-ayrı etməliyik. Koordinat oxlarımızı çəkək və verilən nöqtələri qeyd edək. Y oxu, x oxu. A 0, 3'dür. Yəni x-imiz 0'dır, y-imiz 3'dür. 1, 2, 3. A nöqtəsi yerləşdi burada. B nöqtəsi 6, 3'dür. 1, 2, 3, 4, 5, 6 və x-imiz 3'dür. Birləşdirsək düşür bura. Bu oldu B nöqtəsi. Sonra bizə AB parçasını deyir. AB və CD parçalarını çəkin. AB parçasını deyirsə biz A nöqtəsi ilə B nöqtəsini xəttkeş vasitəsilə birləşdirməliyik. Oldu AB parçamız. İndi C-ni qeyd edək. C 1, 1. 1, 1. Bura düşür. D isə 1, 6. 1'imiz var. 6'nı tapaq. 4, 5, 6. O da düşür bura. Və D ilə C-ni də birləşdirək ki, ikinci DC parçasını da almış olaq. Bunu da birləşdirdik. Bax, kəsişmə görün hara düşdü. Kəsişmə düşdü bura. Həmin bu kəsişməni K hərfi ilə işarə etsək, K-nın koordinatı olacaq. Buradan x-imiz 1'dir, y-imiz isə 3'dür. Uyğun gəlir 1, 3 nöqtəsinə. 7-nin indi B bəndinə. Baxaq. B bəndində. Yenə də koordinat oxlarımızı çəkirik. Y bura x qeyd elədik. A -1, -2. -1 burada, -2 burada. Nöqtəmiz düşdü bura. B -6, -2. 2, 3, 4, 5, 6. -6, -2. Nöqtəmiz düşdü bura. Bunları birləşdirib parçanı çəkdik. İndi C-ni tapaq. -3, 5. 1, 2, -3 burada. 5'i yuxarıdan tapacaq. 1, 2, 3, 4, 5. Nöqtəmiz düşdü bura. C nöqtəsi. D isə -3, -4. -3 buradadır. 4 də buradan tapıram. -3, -4 buradadır. Nöqtəmiz oldu belə. C ilə D-ni birləşdirim. Bu da oldu CD parçası. Kəsişmə hara düşdü? Kəsişmə düşdü bura. Bu kəsişmədə K hərfi yazıram. Deməli, K-nın koordinatı nəyə bərabər olacaq? K-nın apsisi -3'dür. Baxın, buradan təhlil edirəm. -3'dür. Ordinatı isə -2'yə bərabərdir. K-nın nöqtəsi olacaq -3, -2. Keçək 7-nin C bəndinə. Yenə də burada koordinat oxları çəkim. Və nöqtələri qeyd edək. A -1, 0'dır. -1, 0'dırsa, -1 bura. 0'dırsa, deməli, ordinatı yoxdur. Bu oldu A nöqtəsi. B -1, 5'dir. -1 buradan 5'i yuxarıdan götürəcək. 1, 2, 3, 4, 5. -1, 5 düşdü bura. B nöqtəsi. C nöqtəsi -4, 3'dür. -4, 1. 1 burada, -1, -2, -3, -4 burada. 3'dəki yuxarıdan götürəcəm. 1, 2, 3. Hansı nöqtə lazımdırsa onun koordinatını qoyun. Yəni bütün koordinatları qoyub doldurmağa ehtiyac yoxdur. AB parçasını birləşdirək. Bu oldu AB parçası. C-ni qeyd elədim. D-ni də qeyd eləyək. D 3, 3'dür. 1, 2, 3. 3'ü də buradan yazmışam. 3, 3. Bu da oldu C, D parçası. Kəsişmə hara düşür? Bura düşür. Bura oldu K nöqtəsi. K nöqtəsinin koordinatı nəyə bərabərdir? K-nın apsisi -1'dir. Ordinatı isə 3'dür. -1, 3'ə uyğundur. Keçək 7-nin D bəndində yazaq. D bəndində yenə də koordinat oxları çəkirik. Və nöqtələrimizi qeyd edək. Bu Y oxu, bu da X oxu. A-mızın koordinatı 0, 2'dir. Y-in üstünə düşəcək.
B'miz 0 mənfi 4'dür. Bu da yenə də y-in üstünə düşəcək. 1, 2, 3, 4. Mənfi 4 düşdü bura. Parçamız oldu. Baxın belə. Bu parça. AB parçası. Sonra C'miz mənfi 1, mənfi 2'dir. Mənfi 1 buradadır. Mənfi 2 də buradadır. C'miz yerləşdi burada. D'miz isə 5 mənfi 2'dir. 1, 2, 3, 4, 5 və mənfi 2 də buradan yer götürürəm. D nöqtəsində koordinat oldu belə. Bu da oldu ikinci parçamız. Bu parçanın kəsişmə nöqtəsi hara düşür? Bax, düz bura düşür. Bura düşür. Burada oldu K nöqtəsi. Həmin bu K nöqtəsinin koordinatı da nəyə bərabərdir? Apsimiz yoxdur, 0'da, amma ordinatımız mənfi 2'nin üzərindədir. Deməli, olacaq K nöqtəsinin koordinatı 0, mənfi 2. Keçək 8-ci çalışmaya. 8-də bizə nə deyir? Verilən nöqtələri koordinat sistemində ardıcıl qeyd edin və ardıcıl birləşdirin, hansı fiqurun alındığını müəyyən edin. Baxaq, hər bir bəndə uyğun olaraq ayrıca bir koordinat müstəvisi çəkməliyik. Y oxu, bu da X oxu. Mənfi 2, 1. Mənfi 2'ni bu tərəfdən götürürəm. Y-ın da biri buradadır. Nöqtəmiz oldu burada. A nöqtəsi. B nöqtəsi mənfi 1, 4. Mənfi 1 burada, 4 isə yuxarı. 2, 3, 4. Nöqtəmiz oldu burada. B nöqtəsi. C nöqtəsi 2, 4. 1, 2 buradadır, 4 də buradadır. Götürdüm, birləşdirdim. Oldu burada C nöqtəsi. D nöqtəsi 3, 1. 3 buradadır, 1 də buradan götürdüm. Birləşdi. İndi bunları birləşdirmək lazımdır, bu nöqtələri. Deməli, bu formada qeyd elədik. İndi birləşdiririk. Baxın, alınan fiqur hansı fiqurdur? Trapesiya. Uyğun gəldi. A bəndi trapesiya. İndi keçək B bəndinə baxaq. B bəndində yenə də verilən nöqtələri birləşdirmək üçün biz koordinat oxları çəkməliyik. Koordinat oxlarımızı çəkək və verilən nöqtələri birləşdirək. B mənfi 3, 1'dir. 1, 2, 3, mənfi 3. Burada 1. Nöqtəmiz oldu burada. A nöqtəsi. Yəni B bəndinin birinci A nöqtəsi. B 2, 1'dir. 2 burada, 1 burada. Birini buradan götürdü. Bu oldu B nöqtəsi. C 1, mənfi 2'dir. Daha doğrusu bir dəqiqə 2. 2, 1. Üzürlüsən. Bura 1, bura 2. B nöqtəsi burada yerləşir. Bu nöqtəyə nəzərə almayın. Bura 1'dir. C 1, 2. 1, mənfi 2. 1 buradan, mənfi 2'ni də aşağıdan götürməliyim. C'mizin koordinatı belə oldu. D'mizin koordinatı isə mənfi 4, mənfi 2. Mənfi 4 buradan, mənfi 2 də buradan. Bu da oldu D'nin koordinatı. İndi verilən bu nöqtələri birləşdirək. D ilə C-ni birləşdirək. B ilə A-nı birləşdirək. Sonra A ilə D-ni birləşdirək. B ilə də C-ni birləşdirək. Bu da hansı fiqura uyğun gəlir? Paraleloqram. Paraleloqram. Keçək C bəndinə. C bəndində görək hansı nöqtələr var. Əvvəl koordinatımızı çəkək. Koordinat oxlarımızı çəkək. C bəndində mənfi 2, mənfi 2'dir. A-nın koordinatı C bəndi buradadır. Bunları götürüb nöqtələrdən qeyd edəcək. Mənfi 2, mənfi 2. X-ımız mənfi 2, Y-ımız da mənfi 2 bura düşür. Nöqtəmiz oldu. A nöqtəsi burada oldu. B nöqtəsi mənfi 2, 4'dür. Mənfi 2 var. 1, 2, 3, 4'ü tapırıq və birləşdiririk. Bura oldu B nöqtəsi. Yəqin ki, bu üç bucaq olacaq. Çünki 3 dənə nöqtə verib. C nöqtəsi 2'dir. 2 və 4'dür. 4 də buradan qeyd elədik. İndi bu 3 dənə nöqtəni birləşdirək və düşünürəm ki, düz bucaqlı 3 bucaq olmalıdır. Xətkeş vasitəsilə birləşdirin ki, daha səliqəli alınsın. Bəli, düz bucaqlı 3 bucaq oldu. Yazırıq C bəndinə də düz bucaqlı 3 bucaq. 8-ci C bəndini də yazaq.
8-ci çalışmanın C bəndi. Yenə koordinat oxlarını çəkək və verilən nöqtələri birləşdirək. Tapıb birləşdirək. Y oxu, X oxu. A0, 0 düşəcək bura. B mənfi 3, 0. 1, 2, 3. Mənfi 3, 0 düşəcək. Apsisoxun üzərinə B nöqtəsi. C nöqtəsi mənfi 3, mənfi 4. Mənfi 3 var, mənfi 4'ü tapaq. Mənfi 3, mənfi 4 burada birləşdirsək qırıq-qırıq nöqtələrlə düşdü bura C nöqtəsi. D nöqtəsi 0, mənfi 4. X-imiz yoxdur, Y-imiz mənfi 4'ü düşür ordinat oxun üzərinə. Və bunları əgər biz birləşdirsək, bu hansı fiqura uyğun gələcək? Olacaq düzbucaqlı. Çünki enimiz 3'dür, uzunluğumuz isə 4 vahidə bərabərdir. Deməli, D bəndi daha doğrusu, C səhv yazmışım. D bəndində olacaq düz bucaqlı. Da 8-ci çalışmanın cavabları bitdi. Keçək digər çalışmaya. 9-cu çalışmada Lalə Parkın girişindən başlayaraq 4 vahid yuxarı və 11 vahid sağa hərəkət etdi. Uyğun nöqtələrin koordinatlarını yazın və suallara cavab verin. Birincidən, o atraksiyona yoxsa yerləncəyə çatdı. İndi baxaq. Parkın girişi buradadır. Buradan 4 vahid yuxarı sayıram. 1, 2, 3, 4. Gəldi da düşdü bura. 11 vahid sağa sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Gəlir düşür hara? Yerləncəyə. Deməli, oldu 11, 4. Koordinatda yazıram. Yerləncək. İkinci suala baxırıq. İkinci suala deyil. Lalə bu nöqtədən 15 vahid sola getsə hara çatar? Nöqtəmiz buradaydı. Buradan 15 vahid sola doğru sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Gəldi çatdı bura. Burada nədir? Piknik üçün yer. Piknik üçün yerin də koordinatı nəyə uyğun gəlir? Bura mənfi 4'dür. Şəkildə düzdür, biraz tüdrəklə yazılıb, amma görsənir. Mənfi 4'dür bura və burada 4 uyğun gəlir. Mənfi 4. 4 piknik üçün yer. Piknik üçün yer. Üçüncü suala baxaq. Üçüncü suala deyir ki, onun çatdığı nöqtədən parkın girişinə şaquli və üfüqi istiqamətlərdə neçə vahid getməklə çatmaq olar? Nöqtəmiz buradadır. Buradan 4 vahid aşağı gəlsə əgər, 4 vahid aşağı, 4 vahid aşağı. Aşağı hərəkət etməkdə şaquli hərəkət deməkdir. Yəni, mötərizə yazıram şaquli. 4 vahid aşağı gəlsə, gəlib çatacaq bura. Və buradan da 4 vahid sağ tərəfə hərəkət eləsə, gəlib parkın girişinə çatar. Buradan da 4 vahid sağa doğru üfüqi deməkdir. 4 vahid də sağa. Sağa yazıram, mötərizənin içərisində üfüqü. Üfüqü. Hərəkət etsə əgər, deməli, olduğu nöqtə piknik üçün yer buraydı. 4 vahid aşağı, yəni şaqülü, 4 vahid də sağa, yəni üfüqü. Hərəkət etsəm, gəlib parkın girişinə çatar. Keçək 11-ci, daha doğrusu 10-cu suala. Cədvəldə qış günlərinin birində gecə saatlarında havanın temperaturu haqqında məlumat verilib. Koordinatları qeyd etməklə xətti diaqram çəkin. Birinci sualda bizdən bunu istəyir. Əvvəl gəlin nöqtələrin koordinatlarını çıxardaq. 10-cu çalışmada. Deməli, x, y, 0, 3, sonra 1, 0, 2, mənfi 2, 3, mənfi 4, 4, 2 və 5, 3. Nöqtələrimiz oldu bu formada. İndi bunun nöqtə koordinatları qeyd etdik və xətti diaqram çəkin. Yəni, nöqtələri qeyd edib, həmin nöqtələri birləşdirmək lazımdır. Koordinat oxlarımızı çəkirik. Y oxu, bu da X oxu. Birinci nöqtəmiz 0,3'dür. X-imiz 0, Y-imiz 3'dür. Birinci nöqtəmiz oldu burada. İkinci nöqtəmiz 1,0'dır. X-imiz 1'dir, Y-imiz yoxdur. Deməli, buradan bura birləşdirmək lazımdır. Bax, bunu birləşdirdim. Sonra 2, mənfi 2. 2 bura düşür, mənfi 2 bura düşür. Sonra bununla bunu birləşdirməliyəm. 3, mənfi 4.
3 buradadır, mənfi 4 buradadır. Nöqtələri tapsaq, bax, bu nöqtə ilə də bunu birləşdirməliyəm. Yəni, nöqtələri tapdıqca onu ardıcıl formada birləşdiririk. Sonra 4, 2. 4 buradır. 2 isə yuxarıda buradadır. Nöqtəmiz oldu burada. Buradan da bundan bunu birləşdirirəm. Axırda da 5, 3. 5 buradır, 3 də buradır. Deməli, olur belə. Baxın, bununla da bunu birləşdirdik. Bunu hətta üstündən xətkeşlə də keçək ki, daha səliqəli alınsın. Bax, burada bir dənə düz xətt kimi. Sonra bunların üçünü buradakı nöqtə ilə bunu daha səliqəli birləşdirək. Və 5-3 nöqtəsi də burada. Bu oldu bizim xətti diaqramımız. Birinci sualın cavabı. İkinci sualda görə nə soruşur? Xətti diaqramda qeyd olunan nöqtələrin koordinatlarının mənasını izah edin. Əslində bizə burada cədvəldə də verilib, cədvəldən də elə bilmək olar. Yəni bu nə deməkdir? X oxunda gecə yarısından keçdiyi saatda, Y isə havanın temperaturudur. Yəni 0-3 nöqtəsi nəyi bildirir? Burada qeyd etdiyimiz nöqtə. 0-3 nöqtəsi onu bildirir ki, gecə saat 12-dən, yəni 00-da havanın temperaturu olub 3. Daha sonra 1-0 saat 1-də havanın temperaturu olub 0, saat 2-də havanın temperaturu -2 olub, saat 3-də -4 olub, saat 4-də 2 olub, saat 5-də isə havanın temperaturu 3 olub. Həmçinin buradakı nöqtələrlə də yazıb göstərmək olar. Keçək 3-cü suala. Diaqrama əsasən temperaturun hansı vaxtlarda artıb azaldığını müəyyən edin. Burada isə 3-cüsündə bu ikinci sualı şifahi izah elədik. 3-cü sualda isə, 13-cü sualında isə hansı aralıqda artıb, hansı aralıqda azaldığını deyirsə, deməli biz burada cədvəldən də tapa bilərik, qrafikdən tapa bilərik. Gecə yarısından ta ki saat 3-ə qədər temperatur nə olub? Azala gedib 3 idi. Düşüb 0-a, sonra -2-yə, sonra -4-ə. Deməli yazırıq. Gecə yarısından saat 3-ə qədər. Temperatur azalıb. Amma saat 4-dən isə 5-ə qədər, saat 4-dən 5-ə qədər temperatur yazırıq. Temperatur artıb. Bizə harda artıb, harda azaldığı soruşurdu. Burada da həmçinin görürsünüz, gecə yarısından, buradan başlayırdı. Gecə yarısından ta ki bura aşağıya qədər azalıb. Amma saat 3-dən isə x saatı bildirirdi. Saat 3-dən isə saat deməli 5-ə qədər başlayıb artmağa. Yəni 4-dən 5-ə qədər daha doğrusu başlayıb artmağa. Bura biz əslində 4 yox 3 yazmalıyıq. 3-ə qədər temperatur azalıb 3-dən sonra artmağa başlayırsa 3 yazaq. 3-dən 5-ə qədər temperatur artıb və yaxud 3-dən sonra da deyə bilərik. Çünki burada cədvəlimiz bizə 3-də bitir, saat 5-də bitir. Amma təbii ki, ondan sonra günün saatları davam edir. Ona görə də deyir ki, 3-dən 5-ə qədər yox, 3-dən sonra temperatur artır kimi də yaza bilərsiniz. Və yaxud da cədvələ uyğun olaraq, əgər saat 5-də bitirsə cədvəlimiz, 3-dən 5-ə qədər temperatur artıb da yaza bilərsiniz. Keçək 10-cu çalışma, 11-ci çalışmaya, 10-cu çalışma bitdi. Anar düzbucaqlı koordinat sistemində nöqtələrini qeyd etdi. O bu nöqtələri ardıcıl birləşdirsə, hansı fiqur alınır? Gəlin nöqtələrimizi koordinat oxunda qeyd eləyək və baxaq görək ki, anar hansı fiquru alıb. 1, -3. 1 buradadır, -3 buradadır. Nöqtəmiz oldu burada. B, 5, -3, 2, 3, 4, 5. 5, -3, -3 də buradan götürsək, nöqtəmiz oldu burada. 2, 2. 2 buradadır, Y42'si də buradadır. Nöqtəmiz oldu burada. D'də 1, 2. D, 1 var, 2 də buradadır.
birləşdirsək, əgər x-imiz 1, y-imiz 2. Bu da olur D nöqtəsi. Nöqtələri gəlin xəttkeş vasitəsilə səliqəli formada birləşdirək. A ilə B-ni, sonra B ilə C-ni və D ilə də C-ni. Biz burada alırıq trapesiya, amma həmçinin bu düzbucaqlı trapesiya. Gəlin elə birbaşa növü ilə yazaq. Düzbucaqlı trapesiya. Trapesiya. Deməli, anarın aldığı fiqur düzbucaqlı trapesiyadır. İkinci sualda nə soruşur? Anar hansı nöqtənin koordinatının yerini necə dəyişsə düzbucaqlı alınır. Bunu neçə üsulla etmək olar? Hər bir hal üçün yeni nöqtənin koordinatlarını yazın. Biz burada iki hala baxa bilərik. Birinci hal necədir? Əgər biz burada C-nin koordinatı, C-ni bura sürüşdürsək, C burada olsa, bunu birləşdirsək, baxın, düzbucaqlı almış olarıq. Deməli, yazırıq ki, ikinci sualda. Bu birinci sual idi. İkinci sualda isə yazırıq ki, hansı nöqtəsinin C-nin koordinatını dəyişsə və neçə edər burada C-nin koordinatı? X-imiz 5-dir, Y-imiz isə 2-dir. Dəyişsə 5-2 etsə düzbucaqlanlar və yaxud da burada B-nin koordinatını sürüşdürsə əgər içəri, baxın bura gətirsək B-nin koordinatını bu formada. Bunu oxla göstərək, belə sürüşdürdük. Bunu isə B-ni isə sol tərəfə sürüşdürsək və bunu birləşdirsək, bir dənə də burada düzbucaqlı alarıq. İkincidə yazırıq B-nin koordinatını dəyişsə və B gəlib bura düşəndə B-nin koordinatı nə olacaq? B-nin apsisi 2-dir, ordinatı isə -3-dür. Dəyişib 2 -3 etsə düzbucaqlı alınır. Bu da oldu 11-in ikincisinin həlli. Ya C-ni dəyişməliyik ki, düzbucaqlı alınsın və yaxud da B-ni dəyişməliyik ki, düzbucaqlı alınsın. Sürüşdürməni də bu formada burada oxlarla göstərdim. Üçüncü suala baxaq. Alınan düzbucaqların sahəsini və perimetrini tapın. Biz burada necə yazaq? Hər bir hal üçün deyir, alınan düzbucaqların sahə və perimetrini tapın. Birinci halda C nöqtəsinin dəyişdiyimiz hala baxaq. Birinci hala baxaq. Bunun perimetrini tapmaq üçün 2 vurulsun. Uzunluq və enini hesablayıram. Uzunluğu 1, 2, 3, 4, 5 damadır. 5 üzərinə gəlsin. Eni isə 1, 2, 3 damadır. 5 və 3 toplayıram 8, 2'ye vururam 16. Sahəsini hesablayıram. Sahəsi isə en və uzunluğun hasilidir. 3 vurulsun 5'dir. Sahədə olacaq 15 vahid kvadrat. Bu isə vahid dama. Və yaxud da təkcə vahid də yaza bilərsiniz. Burada 3 yox 4 eləyərsiniz. 4'ün üstünə 5 kənə 9, 2'ye vuranda 18, 4'ü 5'e vuranda ise 20. Yanlış saydım çünkü biz D'dən saymalıyıq. D'dən deməli düzbucaqlımız A-dır. Buradakı C və B C sürüşü bura düşdü. Buradan 1, 2, 3, 4 dama eləyir. İndi keçək ikinci hal üçün baxaq. İkinci hal. İkinci hal üçün ikinci halda içəridə yaranan düzbucaqlı baxın bu düzbucaqlıdır. Bu düzbucaqlıdır. Bu düzbucaqlının yenə uzunluğu 5'dir. Eni isə 1'dir. 2 vurulsun 1 üzərinə gəlsin 5. 2 vurulsun 6 eləyəcək 12 vahid. Sahəsi isə olacaq 1'i 5'e vuracağım 5 vahid kvadrat. Bu da ikinci halın düzbucaqlısının sahə və perimetri.